Sən yaşadığın hansı qalmaqala görə peşman olmusan? Kaş Mən ki bunu. həyatda demirəm, bir dənə qalma olub, bu da qalmaqal da deyil, yalandan elə Elə danışmışam. yüngül. Oradan danışıb, mən bir dənə buradan danışmışam, o da olub qalmaqal. Akşində var idi axı. Yox, akşinlə başqa. Mən dostumun tərəfini saxlamışdım, mən o yanda qalmaqal deyil. Yəni, Ha, dostum sonra- haqqında danışırlarsa fərqi yoxdur, efir və yaxud da İndi də kənarda. dostumdur, nəfəs. Əlbəttə, yoldaşlıq elədiyim sənət dostumdur. Sənət dostumdur. Bəli, hamı sənət dostumdur. Boy, Bəli. əvvəl Artıq axı 36 yaşdan sonra dost olmur. 35 tamam, 36 tamam. 36 tamam. Anlayırsan ki, sənin dostun da, hər bir şeyin də ailəndir. Vermək olmaz ha, Tacir müəllim. ən çox 26. Deməsəydin gərək deməyəydin. 36 yaşım. Mən elə bilirdim ki 22. Gözümdən düşdüm nə? Yəni Tacir müəllim elə dedi ki, gərək deməyərdim. deməyəydin Gözümdən valla. çox pis düşdü. Qulaq as mənə. Zeyn Nəfəsin konserti oldu, orada Mən getmişdim. İstanbuldaydım, dünən gəlmişəm. Yəni bu hamısı da bilir, İstanbuldan paylaşımlar Amma eləyirdim. olmasaydın gedərdin. Yox, dəvətsiz yerə heç kim getməz axı. Hayır, məsələn dəvət eləməmişdi səni. Yox. Bilirdi heç ki, xəbərim İstanbuldasan yox idi. ona. Yox, mən birdən anidən getdim İstanbula, Bəs getdim. konsertdən bir afişa falan paylaşmışdın mı? Yox. Mən ümumiyyətlə o barədə bizim Bu dostluğa heyranam şəxsən mən. bəs deyirəm axı sənət dostuyuq. Hə, sənət dostu. Hə, sənət dostu. Amma əvvəl belə demirdiniz də. əvvəl- Ürəyim, canım. Uşaq idik da, onda uşaq olanda Hə, hamı uşaq olmuşuq, bilməmiş. Uşaq olmuşuq, bilməmişik. Bir də eləmərik. Bir də eləməyəsən. Hə, bir də eləmərik. Aha. Deyir uşaq olmuşuq o vaxt. Ürəyim, canım, bacım demişik. Yox, əstəğfurullah, mən heç kimə bacım deməmişəm. Yox, bacı evdə olur, bacı çöldə olmur. Yox. Nəfəsə heç vaxt bacı deməmisən. Yox, o mövzulara girməyək də, bacı evdə olar. Elə söz danışma. Qoy mən mahnımı oxuyum. Şov ağladı. Düşmüsən qızım, Hə? yaxşı qaynamısan qazanda. Bu yolla get, xeyir taparsan, düz deyir. Elə bacı da evdə olur, dost da evdə olur. Sənə ona uğurlar görə- arzulayıram hə, qızım. istəmirəm. Şov biznesdə bacı dediyin adam varmı? Yox. Yoxdur. Yox, heç istəmirəm də. Hamısının xətrini çox istəyirəm, hamısının tərbiyəsinə, əxlaqına hörmət edirəm, sənətinə hörmət edirəm. Amma biraz bacı Şimdi mövzusu böyle sakit maşın. həssasdır mənim üçün. Hamını baltaladım ha. Yox, bacı mövzusu həssasdır axı mənim üçün. Nə ana demərəm, nə bacı demərəm, nə ata demərəm. Onlar hamısı dərinə getsək çox həssas hörmət mövzulardır. əlaməti olaraq. Hörmət əlaməti olaraq, böyük olaraq məsəl üçün xanım deyə bilərəm, xala deyə bilərəm, bibi deyə bilərəm, dayı deyə bilərəm. Amma bacı qardaş deyə bilmərəm. Amma Nəfəs bacı demişdi, bunu dəqiq xatırlayıram. Ola bilər, bu yox, Türkan da mənim bacı fikrimdir. deyilirdi. Bu mənim fikrimdir. Vəlizadəyə. Türkan Vəlizadə və Nəfəs. Hə, o qulağın, sənə o qulağına deyənlər var ha, Bacı Zaur. Sən o qulağına deyənlər, Onları dinləmə. onları dinləmə çünki sən mənim dostumsan. Düz deyil. Kimsə işinə görə dostluq edir, amma sən işinə görə heç vaxt heç onu kimlə dostluq bilirsən, etmirsən. Onu bilirsən ki, sən mənə nə qədər doğmasan. Mənim ailədə bir məclisim oldu. 2 xanım orada iştirak elədi. Bir sən, Bilirəm. bir də Nəsbər xanım dostluq. Demək ki, onda 2 dənə qulağın var. Buradan deyirlərsə, buradan getməlidir. Sən heç nəyə qulaq asma. Oo. Ən yaxşı sən məni tanıyırsan.